Çox sevindirici bir haldır ki, Güləş Federasiyası tərəfindən bizim qəsəbəmizdə, Stansumqayıtda geniş, gözəl bir zal tikilib istifadəyə verilib. Artıq uşaqlar, gənclər, yeniyetmələr neçə vaxt bu zalın açılışını gözləyirlər. Artıq məşqlərə gəlib yazıla bilərlər və burada güləşin sirlərini öyrənə bilərlər. Güləş idman növü bildiyiniz kimi bizim ölkəmizdə çox populyar bir idman növüdür, sevilən bir idman növüdür. Bütün bölgələrimizdə demək olar ki, güləşlə məşğul olanlar sayı gündən-günə artır. Bütün bölgələrimizdə güləş idman növünə çox böyük həvəs vardır və həmçinin də bizim qəsəbəmizdə. İnşallah ki, biz bilirik ki, güləş idman növündən bizim olimpiya çempionlarımız, dünya çempionlarımız vardır və gələcəkdə mən inanıram ki, elə bu zaldan da inşallah dünya arenalarında güləş üzrə idmançılarımız iştirak edəcək və bizi öz qələbələri ilə sevindirəcəklər. Sağ olun, minnətdarım. Allah xeyir versin, Allah can sağlığı versin. Xeyirli, uğurlu olsun, yaxşı idmançılarımız yetişsin, burada çıxsın, Avropaya, dünyaya tanıtırsınlar, Azərbaycanın bayrağını uzatsınlar. Sağ olun, Allah can sağlığı versin. Kəndimizdə beləsinə gözəl güləş zalı açıldığı üçün burada əziyyəti olanlara Turaldır, Vüsaldır, atası Noruz əmidir. Çox minnətdarlığımı bildirirəm ki, burada gözəl belə bizim gənclərimiz üçün, bizim uşaqlarımız üçün, yeniyetmələrimiz üçün gözəl zal açılıbdır. Təbrik edirəm. Gün olsun buradan olimpiya çempionları, Avropa, dünya çempionları çıxsın. Yenə də təbrik edirəm. Bu günlər sevindirici haldır ki, Stansumqayıt yaşayış masivində bizim kəndimizdə birinci dəfədir ki, beləncə idman üçün şərait yaradılır. Gənclərimiz üçün, körpələrimiz üçün, uşaqlarımız üçün. Bu bizim üçün doğrudan böyük fəxirdir. Kəndimizdə idman gəncliyin sütunudur. İdman gələcəyimizdir. Bunun üçün dövlətimiz də şərait yaradıb. Hər cür şərait var. İdman nə qədər inkişaf eləsə, bayrağımızı ucaldan qardaşlarımız olsa, o gənclərimiz olsa, bizim də başımız uca olacaq. Sevindirici haldır ki, bugün Stansumqayıtda belə gözəl, möhtəşəm bir zal fəaliyyətə başlayacaq. Düşünürəm ki, Azərbaycan dövləti iqtisadi, siyasi, hər sahədə öz sözünü deyib, xüsusən idman sahəsində son 10 ildə Cənab Prezidentimizin dəstəyi ilə Azərbaycan dövləti dünya miqyasında artıq yetəri qədər bayrağını qaldırıb, yetəri qədər güclü idmançılarla öz sözünü deyib. Mən ümid eləyirəm, mən inanıram, əminəm ki, bu zaldan da bizim bayrağımızı xarici ölkələrdə dalğalandıracaq idmançılar çıxacaq. Hər birimiz o uşaqların sevincinə sevinəcəyik. Sağlam bədəndə sağlam ruh olar deyiblər. Hər zaman gənclərimizin, hər zaman insanlarımızın fiziki, mənəvi sağlam olmasını arzulayıram. Xeyirli düşərli olsun. Cəmiyyətə də minnətdarlığımı bildirirəm, çox sağ olun bildirirəm ki, sizi tək qoymadılar. Yalnız hamısı
Değil. Əksən. Bir dənə Xəsəsiyev, Güngül Razminkas sırada. Ara saxlamırıq, hamı bir-birinin arxasıyla. Artıq İstanbul Sumqayıtda ildən çoxdur zalımız fəaliyyət göstərir. Uşaqlarda daha da həvəs yaranıb, idmana qarşı. Bir çox uşaq bizim zalımıza zərb olunur, həvəsə görə, nə bilim, idmana olan sevgiyə görə. Nəticələrimiz də göz önündədir, uşaqlarımız göz önündədir. Bir ilə daha keyfiyyətlidir işimiz. Hər kəs də bizim işimizdən razıdır, kənd cəmaatı, kənd sakinləri. Nəhayət ki, bizim zalda İstanbul Sumqayıtda, bizim qəsəbədə belə bir şey olmamışdı. Nəhayət ki, bunu da əldə elədik, çətinliklə də olsa, bir əziyyətlə də olsa bunları da əldə etdik. Bundan sonra Allah qoysa öhdəmizə düşən odur ki, yaxşı nəticələr əldə eləyək. Dünya çempionları, Avropa çempionları yetişdirək Allah qoysa. İnşallah onlara da nail olarıq Allahın köməyi ilə. Onları da əldə edərik Allah qoysa uşaqlarla bir yerdə. Əlbəttə ki, bizim kəndimizdə istedadlı uşaqlar daha çoxdur. Özümüz də onları hiss edirik buradan. Onlara da inanırıq ki, buradan Avropa çempionu da yetişəcək, dünya çempionu da yetişəcək. İstedadı özümüz daha öncə hiss edirik, görürük ki, bizim uşaqlar daha keyfiyyətlidir, daha aktiv uşaqlardır. İnşallah onlar da baş verəcək ki, Avropa dünya çempionları olacaq. Bir il, 6 ay, 1 il, 7 ay fəaliyyət göstərir. Bu günə kimi yanımızdasınız. Ona görə minnətdarlığımızı bildiririk bütün uşaqların adından, müəllimin adından, müəllimlərin adından. Çox sağ olun, yanımızda durub dəstəklədiniz. Sahip vuranlar da. Gel. Gel. Çık oradan. Bak.